Ve çok sevinirəm ki, bu yola geldim, empati yarattık ve bilirsiniz ki, APO proqramının rəhbəri sənin də yol şeridir. Qürur hissindən deyirəm, mənim oğlumdur. Sizin fikirləriniz bizim için çok önemlidir, çok değerlidir. Təkliflərinizi çok gözləyirəm, iradlarınızı sevə-sevə qəbul edəcəm. Tənqidi yanaşmanız da ola bilər. Rica edəcəm ki, fikirlərinizi bizimlə bölüşəsiniz. Bu 6 ay ərzində nə öyrəndiniz, nədən başladınız və bugünkü gündə nə əldə etmişsiniz? 3 il eşidəndə təəccüblənirəm ki, necə ola bilər 3 ildə bir mərkəz bu cür formalaşa bilsin. Mən empata niyə gəldim? O qədər fərqli prizmadan baxış təşkil olundu ki burada. Ən birinci də məkana içəri girəndə, həftənin qarışıq yorğun həyatından sanki istirahətə gəlirmişəm kimi özümü burada rahatlıq, bir içəri girəndən işçilərimizin liderliyi, onların xoş münasibəti bir başqa adıma həqiqətən istirahət verir. Hətta təlimçilərin istedadını təəccüblənirəm. Gözəl seçmişsiniz. Sanki istedadlı insanlar bir arada. Qatılma səbəbim o qədər fərqli oldu ki, tam 3 aylığa qatıldığımda ximya alırdım. Həyatda elə bir keçid anındaydım ki, düşünürdüm ki, həyata davam edəcəm, yoxsa bundan sonra başqa bir şeyim olacaq. O anda dedim ki, mən öz fərqindəliyimə başlamalıyam bunu. Bir də eyni zamanda yaşayıram, özümü sübut etməliyəm. Mən bitdi demədən bitməməlidir. Siz mənim üçün yaşama səbəb oldunuz, həyata baxış açımı dəyişdirmə səbəb oldunuz. 3 aylığa qatıldıqdan sonra fikrimi dəyişib 6 aylığa qatılma səbəbim oldu. Bu işdə bir şeylər eləyim, ən çox da onkoloji xəstələrə dəstək olun. Yəni səbəbim əslində budur. Bunun üçün sizə minnətdarım. Təşəkkür edirəm hər şey. Bütün kurslarımı buradan aldım ve çok şadam ki sizinle tanış oldum. İnsanın fərqindəliyini həqiqətən də sözün əsl mənasında artıra bilirlər yəni. Hər birinə dərin təşəkkürümü bildirirəm sizə Səlim bəy başda olmağını. Buraya gəlmək məqsədim, belə deyim, siz başda bir söz dediniz, özümün axtarışına çıxdım deyə. Ola bilər mən də itirdiyim bir şeylər onların axtarışına çıxmışdım. Yəni doğrudan da özümüzü tapmaq üçün çox gözəl bir yerdir bura. Mən defektolog logopedəm və biz bu sahədə çalışarkən müxtəlif valideyn tipləri ilə çalışırıq. Bu kursa müraciət etməyimin səbəbi də məhz buradan irəli gəlirdi ki, həmin valideynləri daha yaxşı başa düşmək və onlarla daha yaxşı işləmək. Nəyə görə empat? Çünki içimdə bir qəribə çağırış var idi ki, psixologiyanı Azərbaycan dilində, öz insanlarımızla, öz dilimizdə rahat danışmaq üçün mənə yeni bir etap lazımdır ki, ümumiyyətlə psixologiyanı öz dilimizdə və öz mentalitetimizlə başa düşmək tamam fərqli bir şeydir. İnsanın ruhunun bir hiss eləmək məsələsi var da. Çox da sevinirəm ki, düzgün hiss eləmişəm, çox təşəkkür edirəm. Çünki bu qədər xanımı arxamızca aparmaq gücünə malik olduğumuz üçün də super. Dərs deyən müəllimlərə də təşəkkürlərimi bildirirəm ki, insanlıqlar hər bir sözdə həqiqətən praktikada özünü göstərir. Təşəkkür edirəm sizə. İnsan özünə güvənməlidir, qurduğu işə güvənməlidir, ondan sonra təhsil verməlidir və yaxud öyrətməlidir, eyni zamanda işləməlidir. Sizdə bunların hamısı var. Yanaşma, təqdim etmə, beynəlxalq səviyyə, akreditasiya, etibar, dürüst çatdırılma, təlimçilər, onların aldığı ali təhsillərin səviyyələri, hər bir şey, yəni dedik ki, baxanda etibarlılıq var buradadır. Və bu da sizin mükəmməlliyinizdir. Təşəkkür edirəm sizlərə. Səlim bəy təşəkkür edirəm xüsusilə. Instagramda empatı gördüm, oraya müraciət elədim. Əslində biraz yenə də tərəddüdlüydüm, çünki digər kursda istədiyimi ala bilməmişdim. İlahi xanım yazandan sonra qoşuldum, yenə tərəddüdlüydüm, belə davam edeyim, eləməyim. Amma ilk dərsdən sonra dedim ki, yox, mən bunu artıq davam etmək istəyirəm. Dərsləriniz hər biri digərindən daha maraqlı idi. Dərs bitdikdən sonra oturub 1 saat elə bir ki, analiz edirdim, nə öyrəndim, belə bir şey var imiş. Dediniz ki, doğrudan da fərqindəlik qatdı. Həqiqətən mən çox şey öyrəndim. Bəzi şeyləri mən intuitiv edirdim. Necəsə edirdim özüm də bilmirəm, amma onu sizin dərsinizi keçdikcə mən anladım ki, aha, bu səndimə bu imiş. Və o mənim üçün çox yaxşı belə polkalara oturdu. Sizin bu kollektiviniz, hamınızın yanaşması çox gözəldir və buna görə sizə böyük təşəkkür bildirirəm. Biz teşekkür ediyoruz. Hər birinizə təşəkkür bildirirəm və daha da
geniş bir yerde bizi yığışaq. Yəni, İnşallah. Daha gözəl uğurlar arzulayıram sizə. Sağ olun, sağ olun. Həyatım 2 yer ayrılır, karyeram əsasda. Empatdan əvvəl, empatdan sonra. Belə deyim, empatdan əvvəl mən bir çox kurslarda iştirak eləmişdim, amma artıq bu sahədən soyuyurdum. Çünki heç bir əldə elədiyim bir bilik yox idi. Bura gələndən sonra mən həqiqətən əmin oldum ki, Azərbaycanda psixologiyanı öyrədən, insanlara çatdıra bilən biriləri var. Əsasda siz favorimsiz Mədinə xanım. Çox sağ olun həqiqətən. Belə deyim də, biri var Tanrını axtarmaq, biri var özünü axtarmaq. Mən bunu 40 yaşından sonra Tanrını daha əvvəl tapmışdım. Özümü empata gələndən sonra tapdım. Əsas da sizlə qum terapiyasından sonra həyatın heç o üzünü dərk etməmişdim. Nigar xanım, Zolsiyan Şanaz xanım sizlərlə dərsin bəzi hissəsini özümüzün inkişafımıza, qaranlıq tərəfimizə və yaxud da susqun olduğumuz zamanlarda dilə gətirmədiyimiz bir emosiyamızı, baxışımızla, bir kəlməmizlə bizə ayıtdınız, belə deyək. Çox sağ olun, hər birinizə təşəkkür, sevirik sizləri. Biz bura başlamazdan əvvəl, bu 6 ayın əvvəlində bizə burada belə bir söz demişdilər ki, siz 6 ayı bitirdikdən sonra başlanğıcda olduğunuz insanla aranızda çox fərq olacaq. Və mən bunu öz-özümdə sorğuladım ki, necə baş verə bilər? Yəni mən eyni mənəm də, nə olsun, okey, öyrənirəm, anlamağa çalışıram. Amma bura gəldikcə, ümumiyyətcə buranın atmosferindəndir, buranın ya sloqanın özündən də empat fərqində yaşa. İnsan bəzi şeylərin o qədər fərqində olur ki, insana elə bir daxildən gəlir. Bunu sən heç bir nəzəriyyə ilə, heç bir metodla öyrənə bilməzsən. Yəni bu bəlkə də sizin ötürdüyünüz enerjidir. Psixologiya sahəsində davam etdikdən sonra özümü tapdığımı düşünürəm, daha yaxşı hiss edəcəyimi düşünürəm və çabalayıram. Buna görə sizə, Nigar xanıma, Şahnaz xanıma, hər birinizə çox təşəkkür edirəm. Üstümüzdə əziyyətiniz çoxdur. Var olun. Ümid eləyirəm gələcək təlimlərdə də, digər təlimlərdə də yenidən görüşərik. Hər gündə yaşayaq. Təşəkkür edirəm. Deyərdim ki, mənə ikinci nəfəs verən, ikinci dəfə dünyaya gəldiyim və həyatın nə olduğunu daha dərindən anladığım yerdir empat. Empat mənə çox şey öyrətdi. Yəni buna görə bütün empat kollektivinə böyük təşəkkür edirəm. Çünki üstümüzdə elmi cəhəti qoydum bir kənara, qrup yoldaşlarıma da qoşuluram. Mənəvi cəhətdən əziyyətimiz, zəhmətimiz çoxdur. İnşallah halal edeyim. Empatın reklamı qarşıma çıxdı və dedim başlayım. Sadəcə yoxlamaq istədim. Və həqiqətən çox məmnunam ki, empatdan başladım. Siz bizə çox şey qatdınız. Həm mənəvi cəhətdən, həm təhsil cəhətdən. Əvvəl 3 aylığa qatıldım. 3 aylığı bitirəndən sonra dedim düz seçmişəm. Hələ davam edəcəm 6 aylıq. Yəni sizin dərsinizdən çıxandan sonra qeyri-adi bir fərqindəlik yaşayırdım. Bilmirəm niyə. Bəlkə də bir insanı ideal kimi qarşınıza qoyanda mən sizdə özümü biraz daha çox görürdüm. Ola bilər ona görə. Düşünürdüm ki, insanlar dəyişmir, amma empatda olduğum müddətdə başa düşdüm ki, Çinarə xanımın təlimində bir mövzuya toxunduq dəyişimlə bağlı və həqiqətən anladım ki, dəyişməyən tək şey dəyişimin özüdür. Sizlərin bizə və cəmiyyətə çox xüsusi bir təsiri var. Təqdirə layiqdir. Azalmadan çox olacağımız neçə təlimlərə, illərə. Mən ikinci dəfə təhsil almağım, psixologiya sahəsinə getməyim Mədinə xanıma borcluyam. Və sizə hər şeyə görə təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Hər insan özünü tanıya bilmir. Məsələn, mən bura gələnə qədər özümü tanıdığımı düşünürdüm, amma elə deyilmiş. Həyatımın ən çətin qərarlarını bura gəldikdən sonra vermişəm. Hətta bir gün dərsdə case olaraq öz tətbiqi dərslərimizdə öz məzun olduğumuz şəxslər hamımız özümüzdən danışırdıq və bunu ən çox Nigar xanım və Şahnaz xanım görüb. Nigar xanım burada yoxdur, amma onun üçün ayrıca bir təşəkkürüm var. Şahnaz xanım bilmədən dərsdə bir dəfə bir sual verdi. 3 gün boyunca o sualı gözlədim, düşündüm və həyatımın ən çətin qərarını o sualla vermişəm. Bunun üçün ayrıca təşəkkürümü bildirirəm. Elə olub ki, özümü narahat istəmişəm, fikirləşmişəm ki, sabah ikinci gündə gedəcəm orada. Ən azı Nigar xanım ya da Şahnaz xanım soruşacaq ki, sənə nə olub? Başqacım onu danışmağa ki, belə olub. Yəni həm dərdləşdiyimiz olub, elmi cəhətdən dəstəyiniz çox olub, praktik cəhətdən çox olub. Ən əsası da özümü tanımağımda, əhatəmlə ünsiyyətimdə mənə çox şey qatıb. Düşünürəm ki, son deyil, necə deyirlər, sonun başlanğıcıdır biz sizlə. Belə təşəkkür edirəm hər şeyə görə. Var olasınız. Empatla birlikdə yaşa.